Yeni bir video hoş geldiniz. Qabaqdan sorğu-sual videosu gəlir. 2026-cı ilin sorğu-sual videosu gəlir. Sorğu-sual videosu asan. Siz yorumlar yazasınız, mən də onları cavablayacağım. Bu kadar sadə. Biri o dəfə yazmışdı ki, mən sənə nə sual verim bilmirəm, yadıma içində gəlmir. İndi sual verməyə əslində çox şey var. Mənim belə çəkdiyim çox içərik var. Mənim TikTokda elədiyim şeylər, dublajlar, bilirsiniz dublajlar. Gavur görüm gözümsə, oy belə ora yox. İndi o mənə zəifsən deyənlər bir dənə bir oy. Belə girin sayfaya çevirin görərsiniz onsuz da. Brawl Stars sonsuz da. Elə mənim kanalın böyümə səbəbi. Krov da Madagaskar pingvinlərinə oxşur budur. Sonra nə bilim 3 dublajdan Brawl Stars'ın birləşməsi. Mən öldürən söymüşəm. Mən öldürən Edgar. Baba öldürən söymüşəm deyə kimi üstümə qaçdı. Bax həvəskardı axı, bax o qaçdı bax. Onun arada bir sizlərin canlı yayınına girib oradan ekran kaydı alıram, sonra gedib dublaj edirəm. Görmüsünüz onsuz da. Nəysə uduzduq, amma uduzmağımız problem deyil. Əsas odur ki, mədəniliyimizi qoruyaraq Başını topu götürmədi. fərqli oyunlar, nə bilim, keçmişəm qorxu oyunlarına. İndi burası Qaç. Bu əlimdəki kitabla Granny'nin anasını zarafatsız deyirəm. Həqiqətən Granny'nin anasını açacaq uşaqlar. Qorxu oyunlarını atıram YouTube'a belə 10 dəqiqə, 15 dəqiqə, prostunda baxan yoxdur. Sizdən xahiş edirəm gedin YouTube kanalı Rehman Azik kanalından o videolara baxın. Ondan sonra özümü çəkdiyim videolar təbii ki Şaxta baba şaxtacan. Şalvarı çayaxıracan. sonra gedirsən hamamda əmindən görüşməyə. Əmindən görüşəndən saxları getsən, gözü qurtarmamışam. Əmindən hamamda görüşəndən sonra duş başlığını əmiyə taxırsan. Ondan sonra Karofkan Sonra tepki videolarımız da var. Ha indi burada bu yok. Mən buna razı deyiləm. Mən buna razı deyiləm. Yox, bu olmaz. Bu iş olmadı. Yağın çıxartdınız, yox. Bir bu qalmışdı, bunu da elədiniz. Akinator videoları. Deməli 40% məni Akinator videosu ilə tanıyıb. Karakterin insandır, yox qoduqdur. Karakterin heyvandır, hey dəniz oğraşı. Yəni qısacası mənə verəcəyiniz çox sual var, sadəcə o sualları seçin deyin də mənə, nə bilim dayı. Yəni danışmağın mənası yoxdur. Qısacası yorum yazın, bu kadar. Belə sual verməyə çox ideya var. Məsəl üçün bu istol niyə bu gündədir?